Şeydə Bəkir qızına görə narahat olanlar, çoxlar da mən axtardı ki, Sara Səfra, Seydə xanım necədir, Seydə xanım necədir? Seydə Bəkir qızı yaxşıdır. Bir neçə saat bundan öncə onunla əlaqə saxladım. Təzyiqində problem var. Demək, canlı efirdə birdən gözləmədiyi bir halda yüksəlib 250-yə çatıb, gözlərinə qaranlıq gəlib, başı hərlənib, ambulans çağırıblar, təcili tibbi yardım gəlib. Düşünüb ki, mən çox sağlamam, təkrar ikinci dəfədə bu halı yaşayıb. Artıq həkimlərə müraciət edib, işindədir, gücündədir, inşallah. Yəni, onu sevənlərə deyirəm ki, Seydə Bəkir qızı yaxşıdır. Onu sevməyənlər də var, bəzi fikirlər yazırlar. Yazmayın, o ömrü Allah verib. İstəsə ala bilər, istəsə o ömrü yenə də uzada bilər, lap uzada bilər. Yəni, Seydə Bəkir qızını sevənlər, Seydə Bəkir qızı hal-hazırda yaxşıdır, durumu yaxşıdır, təzyiqini endiriblər. Bəli, danışdım. Bugün bir-iki dəfə danışmışam onunla. Sara Səfra Bahadurdan tövsiyə, sevinməyin heç kimin xəstəliyinə.